Avdığa, Qarabağ, Azərbaycan. Həftənin əsas hadisələrinə xəbərin statusunda işıq tutmağa çalışacağıq. Hər vaxtınız xeyir. Həftə tarixi hadisə ilə yadda qaldı. Azərbaycandan Ermənistana ilk dəfə neft məhsulları göndərildi. 22 vaqona yüklənmiş ümumilikdə 1220 ton AI-95 markalı avtomobil yanacağı Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin yük qatarı ilə Ağstafa rayonunda yerləşən Böyük Kəsik stansiyasına çatdırıldı. Yük daha sonra Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana göndərildi. Bu barədə razılaşma noyabrın 28-də Qəbələdə Baş nazirin müavini Şahin Mustafayevlə Ermənistan Baş nazirinin müavini Miyer Qriqoryanın görüşündə əldə olunub. Tarixi hadisəyə münasibət bildirən Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycan neft məhsullarının ilk partiyasının Ermənistana göndərilməsini alqışladığını bildirdi. Azərbaycanda istehsal olunan neft məhsullarının yükləndiyi ilk qatar artıq Ermənistana doğru hərəkət edir. Bu inkişafı alqışlayıram. Siyasi səviyyədə də razılaşmalar olub. İlk sövdələşmə artıq reallıqdır. Daha sonra Nikol Paşinyan Azərbaycandan neft məhsulları daşıyan qatarın ölkə ərazisinə daxil olmasının görüntülərini paylaşdı və bildirdi ki, sülh indi reallıq olub. Qeyd edək ki, Prezident İlham Əliyevin oktyabr ayında imzaladığı qərarla işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir. Bundan öncə Azərbaycandan tranzitlə Ermənistana 1000 tona yaxın Qazaxıstan taxılının olduğu yük qatarı da yola salınmışdı. Şübhəsiz Azərbaycan kommunikasiyalarının açılması istiqamətində atdığı addımlar Vaşinqtonda imzalanmış sənədlərin həyata keçirilməsinə və bölgədə sülhün, təhlükəsizliyin təmin olunmasına xidmət edir və ölkəmiz bu addımları atmaqla əslində Cənubi Qafqazda sülh gündəliyinin Azərbaycan tərəfindən müəyyənləşdirdiyini bir daha nümayiş etdirir və təbii ki, Ermənistanın indiki şəraitdə ən böyük ehtiyacı olan deməli məhsullar neft məhsullarıdır və enerji təhlükəsizliyinin diversifikasiyası Ermənistan üçün həyati əhəmiyyətə malikdir. Azərbaycan əslində bu addımları atmaqla sülhün gələcəkdə verə biləcəyi töhfələrin anonsunu verir. Yəni nəticə etibarilə hələ ki prinsip etibarilə paraflanmış saziş imzalanmayıb və diplomatik əlaqələr qurulmayıb, amma bütün bunlar qurulacaqsa, Zəngəzur dəhlizi açılacaqsa, artıq Ermənistan üçün bu hansı nəticələrə gətirib çıxara bilər? Bu həm Ermənistan ictimaiyyətinə, həm də qənaətimə görə bütün dünyaya ölkəmiz tərəfindən verilən sülh mesajları kimi qiymətləndirilməlidir. İki tərəfli münasibətlərin normallaşmasına bir təzahürdür. Ona görə ki, indi o təbiidir ki, Azərbaycanın energetika sahəsində böyük bir imkanları mövcuddur. Ermənistan isə ən yaxın bazardır Azərbaycan üçün. Onlar üçün də sərfəlidir Azərbaycandan neft məhsulları almağa. İndi bu bir test elə bil ki, əməliyyatıdır. Bu işte o demək deyil ki, Azərbaycan indi gedib Ermənistanın neft məhsulların bazarını tutmaq niyyətindədir. Ancaq Ermənistan üçün bu onun üçün vacibdir ki, bugün Rusiya-Ukrayna müharibəsi nəticəsində neft emal edən müəssisələr demək olar ki, bombardıman olur və Rusiyanın özündə benzinin qıtlığı müşahidə olunur. Eyni qıtlıq da İrandadır. İndi Ermənistan bu qış vaxtı çətin bir vəziyyətə düşməmək üçün bu əməliyyatı etdi. Azərbaycan da imtina eləmədi, o benzini Ermənistana satdı. Hər bir halda düşünürəm ki, sülh prosesinə müsbət təsir edən bir amildir, hadisədir.
Şərhçilərimizin də dediyi kimi, bu sülh prosesində atılan ən böyük əməli addımlardan biridir. Azərbaycan bütün dünyaya nümayiş etdirir ki, sülh yalnız dildə deyilən məfhum deyil. Əməldə onu necə göstərmək lazımdır? Özü də mərhələli şəkildə. Əvvəlcə vətəndaş cəmiyyəti nümayəndələrinin qarşılıqlı səfərləri, sonra Qazaxıstan taxılının Azərbaycan üzərindən Ermənistana çatdırılması, sonra Azərbaycan benzininin Ermənistana satılması. Növbəti addım nə olacaq? Zəngəzur dəhlizi? Zəngəzur dəhlizinin həyata keçirilməsi üçün bir sıra mühüm məqamlar var. Bəlli olduğu kimi ərazidə inşaat işləri həyata keçirilməlidir ki, bunun da məsuliyyəti birinci növbədə Ermənistanın üzərinə düşür. Qənaətimə görə Ermənistanda müəyyən zaman kəsiyində siyasi sabitliyin tam bərpa olunması həyata keçirildikdən və eyni zamanda seçkilərdən sonra biz Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində daha intensiv addımların atıldığının şahidi olacaq. İndiki şəraitdə Amerika Birləşmiş Ştatları ilə Ermənistan arasında aparılan texniki məsələlərlə bağlı məsləhətləşmələr, ortaq şirkətin qurulması və digər bu kimi məsələlər şübhəsiz ki, qapalı mövzulardır və bu məsələlərlə bağlı dəqiq təhlil etmək, şərh vermək mümkün deyil. Amma Amerika Birləşmiş Ştatları tərəfindən verilən mesajlar, paralel olaraq prosesdə Türkiyənin də aktiv rol olacağı ilə bağlı səsləndirilən fikirlər qənaətimə görə Zəngəzur dəhlizinin inşası ilə bağlı perspektivdə atılacaq addımların müəyyən konturlarını müəyyənləşdirir. Biz müşahidə edirik ki, yəni əvvəlki yolu ilə bağlı baxış da keçirilir. Orada hansısa bir genişləmə işləri başlanıb və bunlar, yəni əsas odur ki, iş başlansın və Azərbaycan təxminən, yəni 28-ci il üçün o yolun açılmasını proqnozlaşdırır. Biz öz işlərimizi Ermənistan sərhədinə demək olar ki, gələn ilin ortası üçün çatdırılmalıdır. Sonra indi Naxçıvan hissəsin lazımdır ki, indi orada da bərpa ehtiyac yoxdur. Orada dəmir yol saxlanmışdı. Ancaq indi 30 il demək olar ki, istifadə olunmamışdı. Onun təmiri vacibdir, onun yəni köçürmə imkanlarını genişləndirmək lazımdır. Bu da həm maliyyə, həm vaxt tələb edəcək. Hər bir halda düşünürəm ki, 28-ci il üçün yolun açılması mümkündür. Yeri gəlmişkən Zəngəzur dəhlizi, yəni TRIP marşrutu görünən odur ki, bir sıra dövlətlərin regional planlarını pozub. Məlumdur ki, Azərbaycan ərazilərinə birbaşa marşrutu təmin edəcək bu yol 2025-ci ilin avqust ayında imzalanan razılaşmaya əsasən həyata keçiriləcək. Bununla bağlı Azərbaycan, Ermənistan və Birləşmiş Ştatlar prezidentləri birgə sənəd imzalayıblar. Yəni, Birləşmiş Ştatlar bu layihənin qarant rolunda çıxış edir. Planları pozulanlar isə İranın mühafizəkar kəsimi və Rusiyada bəzi qüvvələrdir. İranın mövqeyi hələ 2020-ci ildə imzalanan 3 tərəfli bəyannamədən bəlli idi. Sərhədlərinin dəyişdirilə biləcəklərini bəhanə gətirir və dəhlizə qarşı çıxırdılar. Yəni, eyni səbəblər səsləndirirlər, biri də üstünə gəlir deyirlər. Birləşmiş Ştatların burada iştirakı qəbul edilməzdir. Rusiya isə regionda tranzit yollarının açılmasına tərəfdar olduğunu deyir. Görünən odur ki, şimal qonşumuzun layihədən kənar qalması onlar üçün narahatlıq doğurur. Başqa hansı planlar pozulub? İranla bağlı məsələdə burada rəsmi dairələrlə yanaşı dini təsisatların da aktiv şəkildə rol aldığını görürük. Halbuki bu İranın rəsmi mövqelərinə qətiyyən uyğun gəlmir. Qənaətimə görə bu kimi maneələr bölgədə proseslərdə daha çox iştirakçılıq təmin etmək üçün informasiya təzyiqləri olacaq. Amma düşünürəm ki, hal-hazırda regionda Azərbaycan tərəfindən atılan xüsusi addımlar, eyni zamanda Ermənistanın da sülh gündəliyi ilə bağlı səsləndirdiyi fikirlər və yaxud sərgilədiyi mövqe nəticə etibarilə bu kimi davranışların proseslərə həlledici təsir göstərə biləcəyini ikinci plana atır. Şübhəsiz bölgədə sülh davamlı olacaq və Azərbaycanın yaratdığı reallıqlar təkcə bu qısa müddət üçün deyil, uzun müddətli proses üçün nəzərdə tutulur. Burada sabitlik olduğu halda, sülh olduğu halda hamı işləmək imkanı əldə edir. Sadəcə olaraq Rusiya istəyərdi ki, o sülhün demək olar ki, haçarı da, idarə etməsi də Rusiyanın əlində qalsın.
ABŞ onu son məqamda öz əlinə çəkdi. Avropa Birliyi də orada istəyərdi ki, onlar gəlib burada dədəlik eləsinlər. Ancaq indiki halda Azərbaycan bütün məsələləri demək olar ki, Ermənistanla iki tərəfli qaydada həll edir və düşünürəm ki, bu həm Azərbaycanın, həm Ermənistanın da maraqlarına cavab verir və hər bir ki, möhürü də qoyan da ABŞ oldu. ABŞ indiyə kimi dünyada yeganə super dövlət kimi mövcuddur. Bu həftə xalqımız üçün olduqca əlamətdar bir hadisə baş verdi. Prezident İlham Əliyev amnistiya elan edilməsi təşəbbüsünü irəli sürdü. Amnistiya aktının layihəsinə əsasən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19-dan 20-sinə keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistanın mülki əhaliyə qarşı hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Bununla yanaşı layihəyə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaq. Azərbaycan Prezidentinin Milli Məclisə təqdim etdiyi amnistiya aktının tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrum etmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacağı ehtimal edilir. Belə ki, amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrum etmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından 4 minə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır. Bir neçə gün sonra Milli Məclis amnistiya aktını qəbul etdi. Qərar qüvvəyə mindiyi gündən 4 ay müddətində amnistiya tətbiq ediləcək. Dövlətin humanist mahiyyəti ilk növbədə onun konstitusiyasında yer tapan bir anlayışdır və vətəndaş hüquqlarının qorunması ilə bağlı, azadlıqları ilə bağlı, dövlətin cəza siyasətinin müəyyənləşdirilməsi ilə bağlı. Bu baxımdan Azərbaycan dövləti əslində bu addımı atmaqla, ən böyük amnistiya elan etməklə nəticə etibarilə özünün nə qədər güclü olduğunu nümayiş etdirir. Yalnız güclü dövlət humanizm prinsiplərini əsas tutaraq vətəndaşa qarşı həmişə addım atır, vətəndaşla münasibətlərində etimadı yüksək dəyərləndirir və amnistiya düşən şəxslərin islah olunacağına və cəmiyyət üçün faydalı olduğuna inanır. Baxımdan düşünürəm ki, əslində bu amnistiya aktının çox böyük humanist və mənəvi mahiyyəti var. Bir çox ailələr demək olar ki, bu indi həm bizim Azərbaycanlıların həmrəylik günün, həm də yeni il demək olar ki, evlərində doğrudan da bir bayram kimi keçirə bilərlər, yaxınları ilə görüşə bilərlər və təkrar edirəm, bu hamı tərəfindən olduqca müsbət qəbul olunur. Sadəcə olaraq kənardan 5-10 nəfərin Azərbaycanda indi cəza çəkməklə bağlı hansı bir Azərbaycana iradlar bildirirlər. Halbuki cənab prezidentin bugün humanist bir aktı ilə və bizim parlament tərəfindən onu təsdiqləməklə 20 min ailədə demək olur ki, xoş ovqat yaranıb. Mənə gəlir ki, bu daha belə deyək, əhəmiyyətli bir hadisədir. Həm Azərbaycan üçün, həm də birinci növbədə bu ailələr üçün. Rusiya prezidenti Vladimir Putin ənənəvi olaraq birbaşa xətti və mətbuat konfransı keçirdi və konfrans 5 saat davam etdi. Əvvəlcədən də proqnozlaşdırıldığı kimi sualların böyük hissəsi Rusiya-Ukrayna münaqişəsi ilə bağlı idi. Danışıqlarla bağlı sualları cavablandıran Rusiya prezidenti biz hələ ki onların hazır olduğunu görmürük, lakin hər halda onların diyaloqa hazır olduqları barədə müəyyən siqnallarını hiss edirik, deyib. Bəs Rusiyanın mövqeyi? İndiki şəraitdə və mövcud
tələblər, şərtlər çərçivəsində sülhün əldə ediləcəyi inandırıcı görünmür. Yəni, hal-hazırda konkret olaraq nə müharibənin davam etdirilməsi üçün, bundan sonra əvvəlki intensivliklə, nə də dayandırılması üçün heç bir real imkan yoxdur. Aparılan danışıqlar və irəli sürülən təkliflər nəticə etibarilə məhz Avropa İttifaqının yenə də pozucu fəaliyyəti nəticəsində dalana dirənib, iflasa uğrayıb söyləmək çətin olardı. Düşünürəm ki, bundan sonraki zaman kəsiyində biz uzun müddətli bir proses olmasa da belə, deməli, həyata keçirilməsi istiqamətində, sülh prosesinin irəli aparılması istiqamətində müəyyən addımların atılacağının şahidi olacaq. Amma bu nəticə etibarilə intensiv bir xarakter alacaq, ona inanmaq çətindir. Hər halda yeni ilin ilk aylarında sülhün əldə ediləcəyi gözlənilmir. Rusiya hazır olsaydı, elə bir iddialarla çıxış etməzdi ki, Ukrayna öz ərazilərindən elə bil ki, öz xoşu ilə, halbuki nə öz xoşu ilə, yəni silah, hücum, bombardıman nəticəsində Rusiyaya güzəştə geçir. Hiss olunur ki, Ukrayna belə bir güzəştə nə bir dövlət kimi, nə bir cəmiyyət kimi hazır deyil və bunu qəbul etmir. Ona görə düşünmürəm ki, yaxın zamanda o aparılan danışıqlar Rusiyanın istədiyi kimi nəticələnsin. Yəni, atəşkəsə, bəli, Ukrayna da getməyə hazırdır ki, yəni sonra o danışıqlar yolu ilə olan məsələləri hansısa bir kompromislər əldə etməklə həll etmək. Ancaq durub indi Rusiyanın ultimatumu nəticəsində öz torpaqlarından Rusiyanın xeyrinə güzəştə getməyə düşünürəm ki, nə Ukrayna hazırdır, nə də dünya Ukraynayı buna məcbur edəcək. Ukrayna prezidenti Volodimir Zelenski isə deyir ki, Rusiya 2026-cı ildə geniş miqyaslı hərbi əməliyyatları davam etdirməyi planlaşdırmır. Moskvadan gələn il hərbi əməliyyatları davam etdirməyi planlaşdırmadıqları barədə əlavə siqnallar eşitdik. Bu siqnallar yalnız bizim üçün deyil, tərəfdaşlarımızın bunu görməsi vacibdir. Onların bunu nəinki görməsi, həm də cavab verməsi vacibdir. Zelenski nəyi işarə edir? Rusiyanın müharibəni davam etdirilməsini planlaşdırmaması hələ müharibənin dayanması anlamına gəlmir və Zelenski tərəfindən səsləndirilən fikirlər ola bilsin ki, ictimai rəyə hesablanmış mesajlar kimi qəbul oluna bilər. Çünki əgər sülh prosesi əldə olunmayacaqsa, biz əməliyyatların daha intensiv və daha sərt şəkil alacağını görəcəyik. Yəni, müharibənin öz qaydaları var. İndiki şəraitdə Rusiyanın əsas məqsədi Ukraynanı təslim olmağa məcbur etməkdən ibarətdir və bu məcburiyyət isə yalnız daha sərt tədbirlərlə, hərbi əməliyyatlarla müşahidə olan və o baxımdan da qənaətimə görə Ukrayna dövlət başçısının bu yanaşması proqnozları reallığa əks etdirmir. Hələlik Rusiya müharibəni davam etməkdən boyun qaçırmır. Əksinə olaraq hədəliyir ki, mən nəinki Ukrayna ilə, lap Avropa ilə də müharibəyə hazıram. Belə bir siqnallar səslənir. Sadəcə olaraq o sanksiyalar nəticəsində Rusiyanın maliyyə imkanları daralır və bu öz təsirini göstərməyə başlayıb. Ola bilsin ki, bu təsirlər nəticəsində Rusiya o sülh danışıqlarda daha realist və məqbul hansı bir variantlara razılaşsın. Olduğu halda, bəli, atəşkəs təmin ola bilər. Ancaq hələlik hər halda onu müşahidə etmək çətindir. Bir neçə gün öncə Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus F-16 təyyarələri ölkənin hava məkanına daxil olan pilotsuz uçuş aparatını məhv etdi. Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirildi ki, Qaradənizdə Türkiyənin hava sahəsini pozan PUA-nın izi aşkarlanıb, sözgedən dronun nəzarətdən çıxdığı müəyyən olunub. Arzu olunmaz insidentin qarşısının alınması məqsədi ilə PUA yaşayış məntəqələrindən uzaq ərazidə qırıcılar tərəfindən vurulub. Bir neçə gün sonra isə Türkiyənin İzmit şəhərində qəzaya uğramış pilotsuz uçuş aparatı tapılıb. Tapılan PUA-nın Rusiya istehsalı olan pilotsuz kəşfiyyat aparatı olduğu müəyyənləşib. Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi məlumat yayıb. Söhbət Orlan 10 pilotsuz aparatdan gedir. Ardıcıl baş verən hadisələr Türkiyə cəmiyyətini narahat edib. Sözgedən hadisələr siyasi dairələri və analitikləri də düşündürür. Nə baş verir? Dronların uçması və yaxud
gəmilərin vurulması nəyə xidmət edir? Yəni bu indiki şəraitdə müharibənin davam edəcəyi təqdirdə daha böyük fəsadlara yol açılacağı mesajlarını verir. Yəni prinsip etibarilə biz bundan öncə nüvə hədəsinin və digər hədələrin də ifadə olunduğunu dilə gətirdiyinin şahidi olmuşdur. Bu baxımdan qənaətimə görə Qara Dənizdə təhlükəsizlik tədbirlərinin həyata keçirilməsi ilə bağlı artıq NATO-nun hərəkətə gəlməsinə ehtiyac var. Çünki bu addımlar bölgədə iqtisadi fəallığın artmasına kifayət qədər ciddi zərbə vuracaq və Qara Dənizin ümumiyyətlə təhlükəsiz bir coğrafiya olması ilə bağlı əslində Rusiya tərəfinin arzuladığı bir reallığı formalaşdıracaq. Təbii Avropa ölkələri Ukrayna istəyərdi ki, Türkiyədə Rusiyaya qarşı hansı bir hərbi əməliyyatlara qoşulsun. Ancaq fərz edirəm ki, bu Türkiyənin maraqlarına cavab vermir və Türkiyə çalışacaq öz neytral statusunu qoruyub saxlamağa. Türkiyənin imkanları genişdir və o imkanlardan istifadə edərək öz narazılığını düşünürəm ki, Rusiyaya çatdıracaq və Rusiya məlumatlıdır ki, bu provokasiyalar davam etdiyi halda Rusiya özü zərər çəkən bir tərəfə çevrilə bilər. Fərz edirəm ki, tərəflər bu məsələdə çalışacaqlar daha belə deyək ehtiyatla davranmağa.